Peyğəmbər sallallahu qədirxum xutbəsinə necə başladığına diqqət etsək, məlum olacaq ki, həqiqətən məqsəd dost yoxdur, rəhbərdir. Qurani-Kərimdə bu vəli kəlməsi əsasən iki formada işlənib. Biri Əhzab surəsinin 6-cı ayəsində Allah Mütəala buyurur ki, "Ən-nəbiyyü əvlə bil-mü'mininə min ənfusihim." Peyğəmbər möminlərə özlərindən daha artıq və daha layiqdir. Həmçinin Tövbə surəsinin 71-ci ayəsində Allah Mütəala belə buyurur ki, "Vəl-mu'minun vəl-mu'minat ba'duhum əvliya'u ba'd." Mömin kişilər və mömin qadınlar, onlar bir-birlərinin dostudur. Deməli, həm Qurani-Kərimdə rəhbər mənasını ifadə edən vəli kəlməsi var, həm dost mənasını. Amma Peyğəmbər sallallahu məhz rəhbər mənasını ifadə edən "əvla" kəlməsindən istifadə edərək Qədirxum xutbəsinə başlayır. Əgər məqsəd dostluq olsaydı, Tövbə surəsinin 71-ci ayəsindəki ayəyə istinad edərək Peyğəmbər xutbəsinə başlayardı. Bu onu göstərir ki, bəli, mövzu rəhbərlikdir. Bir də loru dildə desək, Peyğəmbər sallallahu İmam Əlini ümmətə rəhbər təyin eləməkdən ötürü bundan artıq nə iş görməli idi?